Qeyd elədiyimiz kimi xəstədə kardioezofageal nahiyənin törəməsidir. Xəstə neoadjuvant kimyoterapiyasını alır. İndi deməli əməliyyat üçün müraciət edib, total qastrektomiya icra edirik. Ezofagoyeyunu anastomoz, Roxen, belə deyək, Rogi. Bekledim hazırda. Bir hazırda. Bir bütün hazırda. Bırak, hazır bırak. Əməliyyatımızın əsas mərhələsi bitib, yəni ezofagoyeyun anastomozumuzu qoymuşuq. Yəni nazik bağırsaqla qida borusu arasında. İndi də ikinci anastomozumuzu qoyuruq ki, mədə-altı vəzinin şirəsi ilə öd axması üçün olan enterenteral anastomozdur. Bundan da əməliyyatımız yekunlaşır. Mədə xərçəngi həmişə deyirik, çox erkən nə qədər diaqnostika olunsa, diaqnozu qoyulsa, nə qədər tez belə deyək, üstünə düşürsə, yəni effekt verə bilir bəzən əməliyyat, amma xəstələr çox vaxtı bizə gələndə gecikmiş mərhələdə olurlar. Yəni, ya qaraciyər metastazı, ya qarında kanseromatozla gəlirlər. Yəni, o mərhələdə xəstələr əməliyyat olunmur, aydın məsələ ki, onlar kimyəvi terapiyaya göndərirlər, amma bəzən həyati göstərişlə, yəni təcili hallar var, hansı ki, ya qanaxma verir, ya deşili perforasiya verir və o hallarda artıq biz həyati göstərişlə məcburiyyətdən əməliyyatları icra edirik. Deməli, çıxardığımız preparatlardır. Gördüyünüz kimi, mədə böyük pili ilə birlikdə xaric olunub, radikal qastrektomiya, limfodiseksiyada icra olunub, üzərində də limfa düyünləri nə var idisə, kimyəvi terapiyadan sonra hamısı götürüldü. Yəni, total qastrektomiya, Roxen-Y əməliyyatı, yəni icra olundu, qastrik bypass, esofagoyeyunu anastomozla birlikdə.